Əgər cəmiyyətdə bu problemlər çoxalırsa, o cəmiyyət orucun həqiqi mahiyyətini başa düşməyiblər. Peyğəmbər Şabaniyyə xutbəsində buyurur, aranızda olan yoxsulların, fəqirlərin, ehtiyacı olan insanların əlindən tutun. Böyüklərinizə hörmət edin, ehtiram edin, onların ehtiramını saxlayın. Övladlarınızla nəvazişlə davranın. Qohumlarınızı silə rəhm edin, onların görüşünə gedin, onlara baş çəkin. Yetim uşaqlara mehribanlıq göstərin ki, sizin də yetimlərinizə mehriban olsunlar. Hər kim bu ayda insanlara əziyyət verməyi azaltsa, Allah Taala qiyamət günü ona qarşı qəzəbini azaldar. Və Peyğəmbər buyurur, Allah Taala bu vaxt öz bəndələrinə rəhmət və mərhəmətlə baxar. Bu deyilənlər cəmiyyətin böyük problemlərindəndir. Əgər cəmiyyətdə bu problemlər çoxalırsa, o cəmiyyət orucun həqiqi mahiyyətini başa düşməyiblər. Əgər bu şeylərə diqqət olunmazsa, cəmiyyətdə pərakəndəçilik olar, mehribançılıq və məhəbbət azalar və daha böyük problemlər ortaya çıxar. Allah öz nəzərini o cəmiyyətdən götürər. Oruç tutmağın mahiyyəti budur ki, insanlarda bu problemlər həll olunsun və insanlar biri-birinə rəhm etsin, qohumlar biri-birinə münasibətdə silə rəhm etsinlər, biri-birinə baş çəksinlər, biri-birinin ziyarətinə getsinlər və biri-birindən xəbərdar olsunlar. Yetimlərə navaziş göstərilsin, böyüklərə ehtiram olunsun, onların hörmətləri qorunub saxlanılsın və öz qonşularından xəbərdar olsunlar insanlar. Belə olan halda Allahın rəhməti və nəzəri o cəmiyyətə şamil olar.